Salam aleykum əziz izləyicilər. TikTokda bir dənə video trendə düşübdür. Oxuyurlar ki, əvvəl Əlidir, sonda Əlidir, qardaş. Gəl görək Allah Subhanahu Taala bu barədə bizə bu gözəl izzətli kitab olan Qurani Kərimdə nə deyir? Hədid surəsi 3-cü ayə. Əvvəl də, axır da, zahir də, batin də yalnız Allahdır. O hər şeyi biləndir. La ilahə illallah. Mən müsəlmanlardanam. İmam Əli müsəlmanların qardaşıdır. Allahı deyil. Estağfurullah və etûbü ileyh. Salam aleykum əziz müsəlmanlar. Özünüz də videonu izlədiniz və bu insan bilib bilmədən, anlamadan, başa düşmədən elə danışır və deyir ki, qarşıma deyir bir video çıxdı. Orada deyir bir nəfər deyir ki, Əmir Əl-Muminin yəni adından mənəm əvvəl, mənəm axır, mənəm zahir, mənəm batin və Hədid surəsi 3-cü ayəni deyir və deyir ki, əvvəl də, axır da, zahir də, batin də Allahdır və Həzrət Əli möminlərin qardaşıdır, Allah deyil. Nəuzubillah. Güya hansı şiyə Həzrət Əli Allah deyir ki, əgər kimsə Həzrət Əli Allah deyirsə, o artıq küfr etmiş sayılır və kafir olur. Yəni, bu boyda da haqqa girmək olmaz. Bu bir. İkincisi, şiə böyük bir dənə məktəbdir ki, hər adamın başı üçün deyil onu dərk eləsin. Nəinki sən, sənin hətta sevdiyin sahabələr belə bu məsələni başa düşməyiblər. İndi mən bir rəvayət deyəcəm, hansı ki, bir hədis deyəcəm. Əmir Əl-Muminin əleyhissalam özü bu məsələyə açıqlama verir və sənin sevdiyin sahabələri belə başa salır. Sənin sevdiyin sahabələr başa düşməyibsə bu məsələni, sən hardan başa düşəsən və sənin kimlər hardan başa düşəcəkdir? Baxın, şiə böyük bir dənə məktəbdir və onun məzunu olmaq hər adama qismət olmaz. İndi isə keçək bu məsələyə. Əmir Əl-Muminin əleyhissalam bir günləri moizə eləyirdi və sahabələr dedilər ki, bizə bir dənə hədisdir. Əmir Əl-Muminin əleyhissalam görün nə dedi? Dedi ki, Allah sizə rəhm etsin ki, mənim kəlamım çətin və ağıl üçün həzm olunması ağırdır. Baxın, bir daha deyirəm. Əmir Əl-Muminin əleyhissalam dedi ki, elə bu sənə də aiddir, sənin kimlərə də aiddir. Ya, o dövrdə deyibdi. Deyir ki, mənim kəlamım çətin və ağıl üçün həzm olunması ağırdır. Onu alimlərdən başqaları düşünə bilməzlər. Baxın, Əmir Əl-Muminin əleyhissalam şiələrinə nə boyda qiymət verir və onların dərrakəsinin nə qədər dərin olduğunu bildirir. Yenə də sahabələr dedilər ki, gərək bizə hədis deyəsən. Bizə indi lazım olan hissəni mən inşallah oxuyacağam. Və belə olan təqdirdə Əmir Əl-Muminin əleyhissalam dedi ki, mənəm uca və ucalıq tapan, mənəm qəhr edən və qələbə çalan, mənəm dirildən və öldürən, mənəm əvvəl və axır, mənəm zahir və batin. Bunu deyəndə sahabələr qalxdılar ayağa, dedilər, sən küfr elədin. Küfr elədin və getmək istəyəndə Əmir Əl-Muminin əleyhissalam dedi ki, gözləyin. Gözləyin, indi izah edəcəm. Həzrət Əli əleyhissalam dedi ki, mənəm uca. Yəni, qılıncın vasitəsilə hamıdan uca oldum. Mənəm qəhr edən və qələbə çalan. Yəni, sizlər mənim qələbəmin sahəsində Allaha və onun rəsuluna iman gətirdiniz. Subut istəyirsiniz, subut da deyim sizə, baxın. Bütün döyüşlərdə Əmir Əl-Muminin əleyhissalam bayraqdarı oldu və sahabələr Peyğəmbəri qoyub döyüşdən qaçanda Həzrət Əli əleyhissalam qaçmadı. Uhudda da və s. və ilə axır. Xəndəkdə heç kim çıxmadı Əmir İbn Əbdəbidin qarşısına. Amma Həzrət Əli çıxdı və İslamı, dini qorudu. Və Həzrət Əli də haqlı olaraq deyir ki, mənim sahəmdə Allaha və Rəsuluna iman gətirdiniz. Dini əlinizdə saxladınız. Və Həzrət Əli arxasınca buyurur, baxın. Mənəm öldürən və dirildən, yəni bidəti və bidət əhlini öldürən mənəm.
Mənəm dirildən, yəni peyğəmbərin sünnətini insanlar arasında diri saxlayan mənəm. Mənəm axır, mənəm əvvəl, mənəm ilk iman gətirən. Yəni mənəm əvvəl budur. Peyğəmbərə ilk iman gətirən mənəm. Mənəm axır, yəni peyğəmbərin cəsədi ilə vidalaşan mənəm. Mənəm onu kəfənləyən, mənəm onu dəfn eləyən. Yəni peyğəmbərin son anında yanında olan mənəm. Mənəm zahir, mənəm batin, yəni zahiri və batini elmlər məndədir. Batinlərin elmi məndədir. Əmir əl-Müminin əleyhissalam bax onlara belə başa saldı. Düşünürəm ki, indi sən də bundan ibrət alıb bilmədiyin şeyi danışmarsan. Mənbəsində deyirəm, Biharul Ənvar, cild 42, səhifə 189, hədis nömrə 8. Əqidənizdə şübhə eləməyin və bilin, Peyğəmbərdən sonra haqq yolu Əli yoldur. Qiyamətə kimi, ya Əli, sağ olun.